Sən doğulursan və sən mövcud dünyanın dəyərlərini mənimsəyirsən. Nietzsche əsasən ruhun 3 səviyyədə metamorfozu, ruhun belə deyək 3 mərhələdə dəyişməsi, transform olması. Bu nədən ibarətdir? Hər bir mərhələni bir heyvana və bir canlıya bənzədir. Məsələn, birinci səviyyə dəvədir. Əgər dünyada müəyyən bir ənənəvi dəyərlər varsa, sən də onları mənimsəyirsən, onlar kim olmağa çalışırsan və o dəyərlər nəzdində sən deyirsən ki, mən etməliyəm. Mən belə etməliyəm, mən elə etməliyəm. Çünki həmin o dəyərlər səni məcbur edir bu cür yaşamağa. Sən dəvəsən, sən yüklənmisən, yük daşıyırsan. İkinci mərhələdə isə sən artıq bu yükü daşımaqdan bezirsən. Sən deyirsən ki, artıq yetər. Mənə bu dəyərlər uyğun deyil. Mən bu dəyərləri isə mən yeni bir dəyər istəyirəm. Və sən olursan şir, sən olursan aslan, hansı ki mövcud sistemə, mövcud dəyərlər sisteminə üsyan edirsən və özün yeni bir dəyərlər qatmağa çalışırsan, axtarışdasan. Bəlkə də heç yeni bir şey qata bilmirsən. Çünki üsyan prosesindəsən, üsyan vəziyyətində insan ancaq dağıdır, yeni bir şey yarada bilmir. Və burada da üçüncü mərhələ gəlir. Üçüncü mərhələdəki uşaq mərhələsidir. Uşaq onu göstərir ki, o bir növ günahsız, təmiz bir varlıqdır, hansı ki həyatın təbiətini əslində dərk edir. Eyni zamanda da müdrikdir həmin uşaq. Kifayətlə müdrikdir ki, anlasın ki, həyatın bu yaradıcı qüvvəsi var, güc iradəsi var. Haradakı güc istəyi var, haradakı özünü konstruktiv şəkildə ifadə etmək istəyir. Uşaq nə edir? Uşaq oturur, məsələn, dəniz kənarında qumdan evlər düzəldir. O evlərlə oynayır, nəsə düzəldiyini isə yaradır və yaratdığı şeyi ciddi şəkildə etmir. Sadəcə olaraq bir növü ona bir ilham gəlir təbii şəkildə və o şəkildə o evləri qurmağa başlayır. Bir növü bu həyatın yaradıcı qüvvəsi uşaq vasitəsilə bariyersiz, bloksuz axa bilir və özünü ifadə edir. Yəni ona görə 3-cü səviyyə uşaq səviyyəsidir. O demək deyil ki, biz uşaq oluruq, balacalaşırıq. Bu deməkdir ki, sadəcə olaraq biz o qədər təmiz, o qədər yüngül oluruq ki, biz artıq dəvəliyi keçmişik. Yəni yük daşımağı keçmişik. Biz aslan olmuşuq, üsyan etmişik. Üsyanı da keçmişik. Artıq heç bir şey üsyan yoxdur. Biz həyatla birik, birlikdəyik, həyatla birlikdə yaradırıq. Və bu ən yüksək səviyyədir. Harda ki biz həyatın gücünü öz beynimiz, öz şüurumuz vasitəsilə ifadə edirik və həyat da özünü ən yüksək səviyyədə yaradıcı şəkildə ifadə edir. Sən dağıtmırsan, sən sökmürsən, sən yeni bir əsər yaradırsan, yeni bir biznes qurursan, yeni bir vərdiş yaradırsan öz həyatında. Mütləq bu qlobal şeylər olmalı deyil. Yaradıcılıq təkcə o demək deyil ki, sən bir rəssam olmalısan. Yaradıcılıq o deməkdir ki, sən öz həyatını yaradırsan şüurlu şəkildə. Əgər deyək ki, sən başlayırsan səhərlər qaçmağa, idman eləməyə gedirsən, dostlarla birlikdə piknik edirsən, bunu təşkil edirsən, özünə yeni vərdişlər yaradırsan, hobbilərlə məşğul olursan, yeni bir bacarıq öyrənirsən, yeni bir dil öyrənirsən, bunlar hamısı yaradıcılıqdır. Sən öz həyatını aktiv şəkildə yaradırsan. Bunu etdiyin müddətcə sən görəcəksən ki, əslində özünü çox yaxşı hiss edirsən. Çünki həyat öz məqsədinə qulluq eləyir. Həyatın məqsədi çiçəklənməkdir. Aristotel deyirdi ki, bizim hər şey etməyimizin bir səbəbi var. O səbəb odur ki, biz eudaimonik həyat yaşayırıq. Eudaimonia səviyyəsində olaraq. Eudaimonia odur ki, həyatın çiçəklənməsidir. Və sən həyatın çiçəklənməsi üçün lazım olan şeyləri eləyəndə, nəticə olaraq çiçəklənirsən, o ruh halında olursan ki, sən özünü yaxşı hiss edirsən və nəticə olaraq da ki, xoşbəxt olursan. Nəticə olaraq da ki, həm Nietzsche'nin dediyi kimi həyat öz təbiətini ifadə edir, gücünü ifadə edir. Həm Aristotelin dediyi kimi biz eudaimonik həyat yaşayırıq. Həm Buddanın dediyi kimi nəticədə azad oluruq, nirvanaya çatırıq. Müxtəlif yuvanın gəlib eyni yerə çatırıq əslində. Və bu şəkildə biz deyə bilərik ki, daha az əzabla yaşayırıq. Çünki biz yaradıcı insan oluruq. Şüurlu, yaradıcı insan hansı ki, davamlı şəkildə həyata, dünyaya yeni dəyərlər qatır və özünün ola biləcəyi ən yüksək, ən yaxşı versiyası olur. Və məncə bunu hamı istəyir, elə deyil.